Salam əziz izləyicilərimiz, gəlin belə bir sualın izahına baxaq. Bir cins maqnit sahəsində ipdən asılan cəryanlı düz naqil tarazlıqdadır. Naqildən axan cəryan şiddətini azaltdıqda nə baş verəcək? Əvvəlcə biz maqnit sahəsindəki bu naqilə təsir edən qüvvələri göstərməliyik. Təbii ki, naqil maqnit sahəsində olduğu üçün ona amper qüvvəsi təsir eləməlidir. Amper qüvvəsinin istiqamətini təyin etməkdən ötürü sol əl qaydasından istifadə edəcəyik. Yəni sol əlimizin 4 barmağı cəryan şiddətinin istiqamətində olmalıdır. Maqnit induksiya vektorları ovucumuza daxil olmalıdır. Bu zaman baş barmaq amper qüvvəsinin istiqamətini göstərəcək. Biz diqqət edirik ki, B induksiya vektorları nöqtə şəklindədir. Yəni şəkildən bizə doğru yönəlib. Şəkildən bizə doğru gələn B-lərin ovucumuza daxil ola bilməsi üçün biz sol əlimizin ovucunu şəkilə doğru tutmalıyıq. Sol əlimizin ovucunu şəkilə doğru tutduqdan sonra 4 barmağımızı cəryan şiddəti istiqamətində yönəldək. Gəlin burada mən hətta şəkli çəkim. Baxın bu şəkildə olacaq. 4 barmaq cəryan şiddəti istiqamətində, iğnin istiqamətində və baş barmaq bizdə amper qüvvəsinin istiqamətini göstərməlidir. Demək ki, baş barmağımız aşağı doğru yönəlmiş olar. Amper qüvvəsinin istiqaməti aşağı doğru oldu. Digər tərəfdən təbii ki, naqilə ağırlıq qüvvəsi də təsir edir. Ağırlıq qüvvəsinin istiqaməti də təbii ki, aşağı doğrudur. İndi naqil tarazlıqda olduğuna görə biz tarazlıq şərtini yaza bilərik. Tarazlıq şərti bu şəkildə olacaq. Naqili yuxarı doğru çəkən qüvvə ip gərilməsi, aşağı doğru isə mj və amper qüvvələridir. Deməli, T bərabərdir mj plus F amper şəklində yaza bilərik. İndi buradan diqqət edirik ki, bizə deyilir ki, cəryan şiddətini azaldın. Amper qüvvəsinin düsturu F amper bərabər BIL sinus alfa şəklindədir və biz cəryan şiddətini azaltdığımız zaman amper qüvvəsi özü də azalmalıdır. İndi onda biz amper qüvvəsinin azalması variantını, yəni 5-i götürə bilərik və amper qüvvəsi azalırsa, təbii ki, ip gərilməsi də azalacaq. Bu səbəbdən 2-ni də götürə bilərik. Doğru cavabımız 2 və 5 A variantı olacaq. Sağ olun, gəlin izahlarda görüşərik.